Mən İbrahimzadə Ramiz, 3 dənə X oğlu Bakı şəhərində anadan olmuşam. Özüm hər iki valideyndən məhrum olmuşam. Həm də ikinci qrup əliləm. Ümumi ikinci qrup əliləm. Yəni uşaqlıqdan nevroz xəstəliyi ilə bağlı ikinci dərəcə qrup əliləm. Mən üzümü tuturam dövlət başçımıza və hüquq mühafizə orqanlarına. Dünəlləri Facebook saytında, martın hardasa 22'si daha doğrusu Seymur Kazımlı Ağalaroğlu Sevdə ilə bağlı qeyri-qanunsuz sosial şəbəkələrdə video paylaşıb. Bu ona haqq vermir. O düzgün hərəkət eləməyib Sevdəyə qarşı. Onun bütün ifadələri yalandır. Onun bütün qanunsuz gördüyü işləri Abşeron rayonun polis idarəsində cinayət işi açılmışdı və Kürdaxanında da həbs olunmuşdu. Bu ilə əlbir olanlar bütün qurumlarda, hüquq mühafizə orqanlarına, o cümlədən də məhkəmədə yalandan sənədlər təqdim ediblər, tipli sənədlər və Seymur Kazımını azadlıqdan buraxıblar. O ilə bağlı xahiş edirəm, Abşeron rayonun polis idarəsindən və Kürdaxanında yatdığı həbsxanada onu məsələni araşdırasınız və qanun-müvafiq tədbirlər görəsiniz. Bir də sizin nəzərinizə çatdırın, Seymur Kazımlı adlı şəxs bildirir ki, burada, yəni Sevdədən başqa burada valideyn himayəsindən məhrum şəxslər yoxdur. Sevdədən başqa burada məhrum şəxslər çoxdur. Mənim əlimdə kifayət qədər sübutlar var, faktlar var daha doğrusu. Əgər siz mənimlə əlaqə saxlasanız, həmən faktları sizə təqdim edə bilərəm. Hətta mənim yaşadığım mərtəbədə 3-cü bina, 1-ci blok, 4-cü mərtəbədə mənim 4 dənə qonşularım sırf internat məzunu olsa da, amma valideyn himayəsindən məhrum olmayıblar. Onları hansı əsaslarla bunları evlə təmin ediblər. Mən çox xahiş edirəm, mənimlə əlaqə saxlayarsınız, həmən mənim yaşadığım mərtəbəmdə, mənzildəki qonşuları bir-bir rəsmi valideyn himayəsindən məhrum olmadığı şəxsləri araşdırasınız və qanun-müvafiq tədbir görəsiniz. Seymur yalandan ifadə verib Sevdə ilə bağlı, Seymur əksinə Sevdəyə qarşı şər böhtan atıb. Sevdanın yoldaşı sırf valideyn himayəsindən məhrumdur, həm də onun uşaqlarına da haqqı var burada yaşama. Seymur, sən düzgün müraciət eləməmsən. Get düz özünə yol seçkinə. Özündən danış, başqalarından danışma. Mən çox xahiş edirəm, mənim bu müraciətimi hüquq mühafizə orqanlarına, o cümlədən də aidiyyəti qurumlara tapşırıq verəsiniz. Bu məsələni obyektiv araşdırsınlar. Hətta mənim əlimdə kifayət qədər mənim əlimdə sübut var. Burada kənar şəxsləri yerləşdirməyi ilə bağlı, yəni valideyn himayəsindən məhrum olmayan şəxslər pul verib evlə təmin ediblər. Bir neçə dənə. Bu video görüntümdə var. Mənim özümdən demirəm. Video görüntümdə var ki, bu məsələ video görüntüdə də var və audio ses yazıları da var. Xahiş edirəm, mənimlə əlaqə saxlayasınız. Dönə-dönə qurban olum sizə. Bu qədər, sağ olun.